Hamınıza salam. Burada olduğunuz üçün təşəkkür edirəm. Bölgədəki davam edən vəziyyət və İran İslam Respublikasının mövqeyi barədə qısa bir açıqlama vermək istəyirəm. Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı toplanmağa çağırılıb. Əslində, Livandakı vəziyyət və region misli görünməmiş dərəcədə həyəcan vericidir. Düzünü desəm, region tam miqyaslı bir fəlakətin astanasındadır. Əgər nəzarət edilməsə, dünya fəlakətli nəticələrlə üzləşəcək. İsrail Qəzzada mülki şəxsləri kütləvi şəkildə qətlə yetirib və indi də Livanda eyni şeyi təkrarlayır. İsrail soyqırımı kampaniyası ilə artıq Qəzzanı yer üzünün cəhənnəminə çevirib. Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli rəsmisinin təsvir etdiyi kimi, 42 mindən çox günahsız Fələstinli öldürülüb, 93 mini yaralanıb və vacib infrastruktur məhv edilib. İndi İsrail Livanda cinayətlərini təkrarlayır. Cəmi bir həftə ərzində İsrail Livan xalqına qarşı qəddar hücumlar həyata keçirib. Şəhərlərdə yüzlərlə günahsız insan, o cümlədən qadınlar və uşaqlar öldürülür, İsrail aqressiv bir rejim kimi bütün qırmızı xətləri keçib. Bu terrorçu rejim üçün beynəlxalq hüquq, insan haqları və sülh heç nə ifadə etmir. İsrailin son məkirli niyyəti bütün bölgəni alovlandırmaqdır. İsrailin Livana hücumu qanunsuz və cinayətkardır. Şübhəsiz ki, bu təcavüzün ifrat bir nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi açıq şəkildə pozulur. Təhlükəsizlik Şurası sülhü, əminamanlığı və təhlükəsizliyi bərpa etmək üçün müdaxilə etməlidir. İran İslam Respublikası dəfələrlə İsrailin nəticələri barədə xəbərdarlıq edib. Bölgədəki kinli hərəkətlər, beynəlxalq ictimaiyyət, ABŞ-ın və müttəfiqlərinin İsrailin vəhşiliklərini qarşısına almaqdakı rolunu, ABŞ-ın və bəzi qərb dövlətlərinin sarsılmaz dəstəyini görməzdən gələ bilməz. İsraili cəzasızlıqla cinayətlər törətməyə cəsarətləndirib. Bu cəzasızlıq Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi ilə birlikdə bölgəni fəlakətə doğru itələyib. İsrail liderləri başa düşməlidirlər ki, onların cinayətləri cəzasız qalmayacaq. Eskalasiyanın yenidən başlaması aydındır. İsrail Qəzza və Livana hücumlarını dərhal dayandırmalıdır. Qəzzada atəşkəs olmasaydı, bölgədə sülhə heç bir zəmanət olmazdı. Təhlükəsizlik Şurası İsrailin müharibəsini dayandırmaq və dərhal atəşkəsi təmin etmək üçün indi hərəkətə keçməlidir və bununla da günahsız insanların həyatını xilas etmək üçün. Əks halda, region tam miqyaslı münaqişə riski altındadır və tarix onun yüksəlişinə cavabdeh olacaq. Xüsusilə ABŞ məsuliyyət daşıyacaq. İran hökuməti və Livan xalqı ilə möhkəm dayanır, İran artıq regional sülh və sabitlik naminə böyük səbr və təmkin nümayiş etdirib. İran həyati maraqlarını müdafiə etmək kimi özəl hüququnu qətiyyətlə dəstəkləyir. Və nəhayət, İran laqeyd qalmayacaq. Livanda tam miqyasla müharibə baş verərsə. Biz bütün vasitələrlə Livan xalqı ilə birlikdəyik. Çox sağ olun. Həsbəllah sizdən kömək istədi. Sözün əsl mənasında gücünüzdən istədi.